Akşın Evrən yazır. Hazırda gündəmin əsas mövzusu Əhməd Əhmədov və bir neçə xəstənin Maştağadakı psixiatriya xəstəxanasından qaçması haqda iddialardır. Daxili İşlər Nazirliyindən Qlobal İnfoaza bildirilib ki, xəstələrin psixiatriya mərkəzindən qaçması haqda məlumat əsassızdır. Həmin xəstəxanada qohumu, yaxın işləyənlər də deyirlər ki, belə bir hadisə baş verməyib. Buna rəğmən iddiaların miqyası fantastik həddə çatır. Güya xəstələr oradan qaçıb 2 polisi öldürüblər. Güya marketə basqın edib satıcıları yaralayıblar. 3 gündür sözü gedən məlumat ortalıqda dolaşır. Ancaq nə bıçaqlanmaya dair görüntü var, nə də polisin qətli xəbəri. Ola bilər ki, xəstəxananın daxilində hansısa kiçik çaplı insident olub. Mümkündür. Çünki orada müalicə alanların böyük qismi davranışlarının fərqində deyil, anlaqsızdır. Narahatlıq doğuran məqam anlaqlıların etdiyi yanlışlardır. Dünəndən etibarən bəzi paylaşımlarda Əhməd qəhrəmanlaşdırılır. Sanki doğma qardaşını, bacısının azyaşlı övladını və digər ailə üzvlərini xüsusi amansızlıqla öldürən o deyildi. Onun həbsdən qaçışını, güya polisləri öldürməsini, marketə basqın etməsini əks etdirən posterlər də hazırlanıb. Adam heyrət edir. Sanki hansısa Hollywood və ya Marvel filminin qəhrəmanıdır. Bu cür yanaşma xüsusilə yeniyetmələr arasında yanlış təsəvvürlərin formalaşmasına və təhlükəli davranış modellərinin təşviqinə səbəb ola bilər. Həkimə qumbara atan şəxs də qəhrəmanlaşdırılır. Hələ üstəlik deyirlər ki, bu hadisə başqa həkimlərə ibrət olsun. Bu həmin həkimlərdir ki, cəmi 3-4 il əvvəl koronavirus xəstəsi doğmalarımızı öz canımıza əmanət edib kömək diləyirdik. Həmin həkimlərdir ki, karantin vaxtı neçəsi yorğun düşüb xəstəxana dəhlizlərində yatırdı, evinə belə gedə bilmirdi. Şübhəsiz ki, xəstələrə laqeyd, ədalətsiz davranan həkimlərə də rast gəlinir. Lakin öz peşəsinə məsuliyyətlə yanaşan, humanist dəyərləri rəhbər tutan, hətta zərurət yarandıqda xəstələri təmənnasız müalicə edən həkimlər də var. Ona görə də hansısa neqativ hal bizim belə qanlı aktları dəstəkləməyimizə əsas yaratmır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.